Şəhərin əsas yollarında müşahidə etdiyimiz mənzərə təhlükəli olduğu qədər də düşündürücüdür. Əksər piyadalar həyatlarını riskə ataraq nəqliyyatın sıx olduğu ərazilərdə keçidlərdən deyil, birbaşa yolun hərəkət hissəsindən keçirlər. Bu cür cəhdlərin sonu isə faciə ilə bitir. Təəssüf ki, çox vaxt onlar həyatlarını itirirlər. Ən yaxşı halda qayda pozan piyadalar törətdikləri inzibati xətaya görə cərimə olunurlar. Statistikalara əsasən ötən il 13 mindən çox, bu ilin ilk 5 ayında isə 8 minə yaxın piyada barəsində inzibati protokol tərtib edilib. Aparılan maarifləndirmə və xəbərdarlıqlara baxmayaraq hələ də yol hərəkəti qaydalarına əməl etməyən və bununla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxslər var. Məsələn, 10 zolaqlı yolun hərəkət hissəsindən keçməyə cəhd edən bu iki piyadadan biri həyatını itirib, digəri isə xəsarət alıb. Bunu tələskənlik, səhlənkarlıq və ya məsuliyyətsizlik də adlandırmaq olar. Amma nəticə dəyişmir. Bu cür davranışın sonu çox vaxt faciə ilə bitir. İnsan özünün təhlükəsizliyini gözləməlidir. Öyle yaşlılar lap gözləməlidir. Cavanlar qaça bilir. Valla gündə televizoru görürəm, baxıram. Amma şoferlərin də çox vaxtı günah olmur, piyadanın günah olur. Piyadaların keçidlərdən keçməyi daha yaxşı olar. Çünki həm sürücülər üçün, həm özləri üçün daha risklidir. Öz həyatları riskə atırlar. Yeraltı keçidlərdən də istifadə edə bilərlər. Məsləhət görərdim ki, hamı keçiddən geçsin də. Mən özüm də keçiddən istifadə edirəm. Yəni çox təhlükəlidir belə üstdən getmək. Lakin bəzi piyadalar qanuni keçidləri görməzdən gəlib təhlükənin üzərinə gedirlər. Yolun eni, avtomobillərin sürəti, nəqliyyatın sıxlığı belə onları qorxutmur. Piyada vurma ilə nəticələnən qəzalardan sonra yollarda uzun tıxaclar yaranır. Bu isə digər nəqliyyat vasitələrinin ünvanına gec çatmasına səbəb olur. Təhlillər onu deməyə əsas verir ki, xüsusilə də çox zolaqlı yollarda Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti, Babək, 8 noyabr prospekti, Bakı-Sumqayıt şosesində, Mərdəkan şosesi, Zağulba yolunda və digər mərkəzi küçə və prospektlərdə də piyadalar, təəssüflər olsun ki, yaxınlıqda yeraltı, yerüstü piyada keçidi olmasına baxmayaraq, birbaşa yolun hərəkət hissəsindən istifadə edirlər və sürət olan yollardır, çox zolaqlı olan yollardır. Bu zamanda təbii ki, həmin piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri baş verir. Belə qəzalardan sığortalanmağın ən yaxşı yolu isə müəyyən olunmuş piyada keçidlərindən istifadə etməkdir. Bu həm piyadaların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün daha məqsədə uyğun hesab edilir. Qasım Xuluflu, İbrahim Yusifli, İTV Xəbər.